Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızım. Bu günlərim sizlərə çərçivə sənədinə yeni əlavə olunan dərin bilik səviyyəsi nəzəriyyəsinin izahını verəcəyəm. Hansı ki, müəllimlər, elə sizlər də məhz çox istəyirdiniz yeni nəzəriyyələrdən, çərçivəyə yeni əlavə olunan mövzulardan izah. Mən də sizə dərin bilik səviyyəsi nəzəriyyəsini izah verməyi düşündüm və təbii ki, bununla yekunlaşmırıq. Növbəti həftələrdə də yeni mövzular sizlərə təqdim edəcəyəm. Təbii ki, müəllimlər, əgər videoların gələndə sizə bildiriş gəlməsini istəyirsinizsə, məlumatlı olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmursunuz. Eyni zamanda da öz həmkarlarınızla paylaşıb dəstək ola bilərsiniz həmkarlarınıza. Eyni zamanda müəllimlər, imtahan tipli suallar da görmək istəyirsinizsə, imtahan tipli sualları mən Instagram kanalında paylaşıram. Pəri Firuz qızı Instagram kanalında keçid edib sualları görə bilərsiniz. Kanala abunə də olmağı unutmursunuz təbii ki. Yəni bunların hər biri sizin imtahanda yüksək səviyyədə hazırlaşıb imtahandan keçmənizə görədir. Sadəcə olaraq sizə nə qalır? Dəstəkləmək üçün kanala abunə olmağı unutmursunuz. İlk olaraq gəlin başlayaq müəllimlər. Biz nədən danışacağıq bugün? Bugünkü mövzumuz Norman Ueb'in dərin bilik səviyyəsi nəzəriyyəsi olacaqdır. İlk olaraq gəlin bir məlumat verək. Norman kimdir? Sual verərsiniz ki, müəllim, Norman kimdir? Norman müəllimlər hansı ki, dərin bilik səviyyəsinin nəzəriyyəsinin yaradıcısı olmuşdur. Yəni belə deyək də, bu insan şəklində paylaşmışam, o yakışıqlığını görə bilərsiniz. Təhsildə ölçmə, qiymətləndirmə, kurikulum standartları, idrak mürəkkəbliyi sahəsində tanınan Amerikalı bir alimdir. Məhz bu şəxsi də tanıdan daha çox dərin bilik səviyyəsi modeli olmuşdur. Daha sonra müəllimlər, Norman Ueb sübut edib ki, tapşırığın çətinliyi ilə düşünmə eyni səviyyədə deyil. Nə deməkdir müəllimlər? Baxın, biri var uşağa çətin tapşırıq veririk, biri var düşündürücü sual veririk. Uşağın qarşısına çətin tapşırıq qoydumsa, uşaq bunu yazırsa, düşünmə dərinmi baş verib? Xeyr. Yəni Norman Ueb deyir ki, tapşırığın çətinliyi ilə düşünmənin dərinliyi eyni deyil. Bəs biz bir müəllim olaraq effektiv qiymətləndirmək üçün şagirdi nə edirik? Analizini, əsaslandırma bacarığını, tətbiq bacarığını ölçməliyik. Yəni müəllimlər, Norman Ueb'ə görə şagirdin biliyinin yalnız nə bildiyi ilə deyil, necə düşündüyünün qiymətləndirilməsi əsas götürülür. Zənnimcə fikrim aydındır da sizlərə nə demək istəyirəm. Yəni baxın, biri var çətin tapşırıq, biri var necə düşünür şagird bu tapşırıq haqqında. Bunları eyni götürmür Norman Ueb. Və dərin bilik səviyyəsi deyəndə müəllimlər, şagirdin biliyinin nə qədər dərinliyində düşündüyünü və tətbiq etdiyini müəyyən edən idrak bir səviyyəli modeldir. Baxın burada, idrak səviyyəli modeldir. Nə gördük burada? İdrak taksonomiyasını bir növ yaxınlaşacağıq da ora. İdrak səviyyəli model nəzərdə tutulur. Bu modeldə təlim və qiymətləndirmə tapşırıqların zehni mürəkkəblik dərəcəsini ölçür. Nəyi ölçürdü? Zehni mürəkkəblik dərəcəsini ölçmüş olur. Və müəllimlər, hansı ki, dərin bilik səviyyəsi tapşırığın çətinliyi yox, tələb olunan, belə deyək də, düşünmə səviyyəsini göstərmiş olur. Yəni, burada əsas məqsəd nədir? Əsas məqsəd əzbərçiliyi deyil. Uşaqları əzbərçilikdən biz uzaqlaşdırmamız nəzərdə tutulur. Şagirdin öyrəndiyi bir şeyi anlaması, öz fikirləri ilə əsaslandırması, ona bir yaradıcılıq qatması nəzərdə tutulur. Yəni, burada düşünmə, əzbərçilik deyil, düşünmə bacarığını ölçməkdir məqsədimiz və dərsin məqsədi təlim fəaliyyəti, qiymətləndirmə arasında uyğunluq yaratmaqdır. Tənqidi, analitik düşünməni, yaradıcı düşünməni inkişaf etdirmiş olur dərin bilik səviyyəsi. Və müəllimlər, burada mərhələlər də var təbii ki. Gəlin mərhələlərə baxaq, hansı mərhələləri biz öyrənmiş olacaq. Və 4 mərhələdən, belə deyək də, 4 səviyyədən ibarətdir dərin bilik səviyyəsi müəllimlər. İlk olaraq biz hansı mərhələni, hansı səviyyəni öyrənmiş olacağıq? Xatırlama mərhələsi, xatırlama və təkrar olacaq bunun adı. Biz bunu idrak taksonomiyasına nə öyrənmişdik? Elə xatırlama mərhələsi. Hansı ki, idrak taksonomiyasının ilk mərhələsi məhz xatırlamaq mərhələsi idi. Bugün biz dərin bilik səviyyəsinin nəzəriyyəsində birinci səviyyəni öyrənəcəyik,
xatırlama və təkrar. Yəni baxın müəllimlər, xatırlama nə idi ümumiyyətlə? Uşağın bir şeyi, faktı, əzbərlədiyi bir şeyi bizə çatdırması idi, düzdürmü? Yəni bu zaman uşaq dərinmi düşünür sizcə? Əlbəttə ki, xeyr müəllimlər. Uşaq bu zaman səthi düşünmə baş verir. Yəni bu mərhələnin xüsusiyyətləri nələrdən ibarətdir? Gəlin xüsusiyyətlərinə baxaq. Faktı, terminin xatırlaması tələb olur. Düşünmə dərinliyi bu səviyyədə azdır və bu mərhələdə məqsəd baza biliklərinin formalaşdırılmasıdır. Yəni, məsələn, uşağa biz nə isə öyrədiriksə, ilk olaraq qaydanı başa salırıq, bu mövzunun nə olduğunu deyirik. Yəni, uşaq bu mövzunu bir növ belə deyim də, öyrənmiş olur. Öyrətmiş olur. Yəni, uşaqlarda məqsəd baza biliyinin formalaşdırılmasıdır. Məsəl üçün, elə sizə sual versəm ki, idrak taksonomiyasının hansı mərhələsi var? Başlayacaqsınız sadalanmağa, düzdürmü? Yəni, bu nədən irəli gəlir? Sizdə artıq baza bilik formalaşıbdır. Uşağa sual verirəm. Azərbaycanın paytaxtı haradır? Şagirdə sual verirəm. Əlifbamızda neçə sayt var? Nədən irəli gəlir? Uşaq bunu cavablandırırsa, xatırlayır, yadına salır deyir də. Yəni o uşaq, şagird əzbərləyib, əzbərçiliyə yönələn bir növ belə deyim. Amma uşaq burada müəllimlər yadına salır, xatırlayır. Yəni uşaq deyə bilməz ki, Sumqayıtdır. Uşaq deyəcək Bakı şəhəridir. Yəni uşaq bunu xatırladı, dedi. Faktı deyir də bir növ belə deyim. Baxın, faktı söyləyir bizə. Əlifbamızda neçə sayt var? Uşaq desə 10 sayt var, biz onu yanlış götürəcəyik. Uşaq deməli də 9 saytımız var. Yəni artıq 9 saytın deməsi xatırlama mərhələsinə əsaslanmış olur. Zənnimcə müəllimlər başa düşdünüz bu mərhələni. Keçid edək ikinci mərhələyə. İkinci mərhələnin adını biz deyəcəyik bacarıq və anlayış. Yəni bu mərhələnin xüsusiyyətləri nələrdən ibarətdir? Məlumatın izahını verir, tətbiq edir, müqayisə aparmağı bacarır, təsnifat, səbəb-nəticə əlaqənin qurulması bu mərhələdə tələb olunur. Və müəllimlər, şagird bu mərhələdə qaydanın nümunə üzərində tətbiq etməsi nəzərdə tutulur artıq. Və eyni zamanda şagird müqayisə aparması, əlaqələri izah edir. Şagird bu mərhələdə öyrəndiyini möhkəmləndirmiş olur bir növ. Məsəl üçün, baxın, xatırlama mərhələsində dedim ki, biz baza bilik formalaşdırırıq. Ancaq bacarıq və anlayışda nə deyirəm? Şagird öyrəndiyini burada möhkəmləndirir. Çünki xatırlama mərhələsində şagird faktı bizə söyləyirdi. Amma bacarıq və anlayış mərhələsində artıq şagird burada özü nümunə gətirəcəkdir, izah verəcəkdir. Çünki öyrəndiyini mənə izah verməlidir. Öyrəndiyini qarşı tərəfə çatdırmalıdır. Baza biliyini artıq möhkəmləndirmiş oluruq burada. Məsəl üçün, bu qaydanı məsələ üzərində tətbiq elə. Hadisənin səbəbini izah elə. Yəni, bu ikinci mərhələmizdə yer tutacaqdır, bacarıq və anlayışda. Bir daha xatırlatma eləyim müəllimlər. Əgər bu tip videoların davamlı olmasını istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda həmkarlarınızla bölüşməyi unutmursunuz və fikirlərinizi də rəy bölməsində yazsanız mənim üçün faydalı olar. Yəni, ən azından sizin fikrinizi bilmək mənim üçün xoş olardı ki, görün müəllimlər izaha başa düşürmü, yoxsa çətinlik var yenə də. Çalışdığım qədər sadə izah verməyə çalışıram. Yəni, bunu qrupda olan müəllimlər, ödənişli qrupda olan müəllimlər, eyni zamanda da YouTube kanalında da en qədər ödənişsiz dərslərin hər birini paylaşıram ki, sizlərə faydalı olsun müəllimlər. Yəni, bəzi müəllimlər kimi hər bir şey gizli saxlamıram. Hər biri açıqdır mövzuların. Hansı mövzular fikirdə yoxdur, bilmək istəyirsiniz, rəy bölməsində yaza bilərsiniz, onların da izahını çəkib yerləşdirə bilərəm. Üçüncü mərhələmiz strateji düşünmədir. Bu düşünmənin, bu mərhələnin bəs xüsusiyyətləri nədən ibarətdir? Gəlin buna baxaq. Analizi və əsaslandırma tələb eləyir bizdə. Açıq tipli sualların əsaslandırılması tələb olunur. Şagird bu mərhələdə fikir yürüdür. Şagird bu mərhələdə arqument gətirə bilər. Şagird bu mərhələdə sübut edə bilər. Şagird bu mərhələdə qiymətləndirmə apara bilər. Və eyni zamanda əsaslandırır, nəticə çıxarması şagirddən tələb olunur. Bir növ bu bizə nəyi xatırladır idrak taksonomiyasına görə? Deyəcəksiniz, müəllimlə dəyərləndirmək mərhələsini. Bəli, bu mərhələ bizə idrak taksonomiyasına görə dəyərləndirmək mərhələsini xatırladır. Amma dərin bilik səviyyəsinə görə biz bunu nə adlandırırıq? Strateji düşünmə.
Və müəllimlər, şagird bu mərhələdə tənqidi, məntiqi, yaradıcı düşünmə, daha doğrusu tənqidi, məntiqi düşünməni bu mərhələ inkişaf etdirir. Və müəllimlər, məsələn, bu problemin həlli üçün hansı yolu seçərdim və niyə? Şagird burada öz fikrini əsaslandıracaqdır. Niyə? Günəş işığı yer üzərində həyat üçün vacibdir. Fikrini əsaslandırır. Yenə də şagird burada öz fikirlərini irəli sürəcəkdir. Öz fikirlərini əsaslandıracaqdır. Yəni strateji düşünmə bizim 3-cü mərhələmiz oldu. Burada analiz aparması, əsaslandırma aparması, şagirdin öz fikrini sübut eləməsi, qiymətləndirmə aparması və eyni zamanda nəticə çıxarması 3-cü mərhələmizə aiddir. Keçid edək 4-cü mərhələmizə. 4-cü mərhələmizin adı müəllimlər yaradıcı düşünmədir. Yaradıcı düşünmənin xüsusiyyətləri nələrdən ibarətdir? Gəlin baxaq. Yaradıcı düşünməni deyəndə ilk olaraq idraç taksonomiyasına yenə də qayıdaq. Bizə nəyi xatırladır? Yaratmaq mərhələsini. Yaradıcı düşünmənin xüsusiyyətləri tədqiqat və layihə fəaliyyəti, məlumatların sintezi, yaradıcı yanaşma tələb olunur. Yəni şagird bu mərhələdə araşdırma aparır, müxtəlif mənbələri birləşdirir, yeni məhsul ortaya qoyur. Gəldikmi yaratmaq mərhələsinə? Yəni baxın, sintez etdi, yeni bir məhsul ortaya qoydu. Tədqiqatın aparılması, dizayn edilməsi, sintez edilməsi, layihənin hazırlanması bu mərhələyə aiddir, yaradıcı düşünməyə aiddir. Yaradıcı düşünən şagird layihənin hazırlanması, tədqiqatın aparılması, müxtəlif belə deyim də düşüncələrini artıq burada ortaya qoymuş, fərqli düşünmələrini ortaya qoymuş olacaq da. Yəni şagirdin yaradıcılığa və müstəqil öyrənməyə yönləndirmiş olur yaradıcı düşünmə. Və demək olar ki, müəllimlər, nəzəriyyəmiz bu qədərdir. Zənnimcə çətin nəzəriyyə deyil. Siz nə düşünürsünüz? Mənim fikrimcə daha sadə sizə izah verməyə çalışdım ki, yəni yorucu olmasın. Əsas mərhələlərin də izahını verdim sizə. Siz də fikirlərinizi rəy bölməsində qeyd edin, mənim üçün önəmlidir. Və müəllimlər, yəni bu nəzəriyyənin əsas məqsədi nədir? Bu nəzəriyyənin əsas məqsədi şagirdləri əzbərçilikdən uzaqlaşdırmaq, onları düşünməyə vadar eləmək. Yəni axı dərin bilik səviyyəsi də bizə bunu çatdırır. Məhz deyir ki, uşaqlar daha çox əzbərçiliyə yox, necə düşünməliyik, yəni dərin düşünməyə yönləndirməliyik. Bəs bir müəllim olaraq bizə nə kimi faydası var bu nəzəriyyənin? Bir müəllim olaraq bizə dərsi planlamağa kömək eləyəcəkdir. Eyni zamanda qiymətləndirmənin daha obyektiv aparılmasına bizə yardımcı olacaq bir nəzəriyyə də deyə bilərik. Bu qədər müəllimlər, əgər sizin üçün faydalı oldusa, bəyənməyi, paylaşmağı unutmursunuz, kanala abunə olmağı unutmursunuz. Eyni zamanda mövzularla bağlı sualları isə Instagram səhifəsində paylaşıram. Ora keçid edib Pəri Firud qızı səhifəsinə suallarla bağlı fikirlərinizi də rəy bölməsində qeyd edə bilərsiniz. Kanala da abunə olmağı öz yerində unutmursunuz. Sağ olun, salamat qalın. Gələn dərsimizədək.